Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda keçirilən Nəsimi Festival çərçivəsində Atəşxab öz sərgisini təqdim etdi. Eşqi Nur sərgisi. Eşqi Nur sərgisinin üzərində iki kurator çalışıb, Mənsurə Məmmədəliyeva və Bəxtiyar Əliyev. İki konsepsiya təqdim olunub, Nəsimi fəlsəfəsini özündə əks etdirən konsepsiyalar və bu bir sintez kimi alınıb. Çünki bunlarla çalışan rəssamlar üçün ayrıca bir məkanlar ayrılmayıb. Onlar iç-içə səpələnib bütün sərgi boyu. Mənsurənin konsepsiyası ağrının metafizikası adlandırır və onun sütununda bir metafora var. Kömürlə almaz bir elementdən ibarətdir, karbondan. Amma təsir altında qalan almaz, karbon, almaz olur. Və bu da Nəsiminin fəlsəfəsini əks etdirir. Hansında ki, Nəsimi ağrı ilə xoş hissləri ayırmırdı. Hər şeyi Allahdan gələn və yaxşı qəbul edirdi, qəbullanırdı və beləliklə insan əziyyətdən də keçərək aliləşir, yüksəlir. Bəxtiyarın konsepsiyası isə Lux Amoris adlanır. Bu da ali işıq, ilahi işıq kimi tərcümə oluna bilər latın dilindən. Orada da Bəxtiyarda 3 bələdçi nöqtə var. Birincisi işarət, ikincisi nur və üçüncüsü ilahi sevgi. Və bunların hamısı bir-biri ilə bağlıdır. Məsələn, işarət o zaman işarətdir ki, o insanı nurlandırır. Nurlandırırsa, insanda ilahi sevgi var. Eşqi Nur sərgisi Zaur Qəhrəmanovun Kamilliyə doğru adlı installyasiyası ilə başlayır. Sərginin açılış günü Nəzrin Məmmədova sənətçimiz səs performansı təqdim etmişdi. O da 44 dəqiqəlik audio bu sərginin girişində artıq təqdim olunub və ziyarətçilərin hamısı bu səs performansını eşidə bilərlər. Sərgi zalına daxil olan kimi biz Ramil Əliyevin işini görürük. Səssiz qaldım, amma itmədim. Bu iş səssizliyin də bir güc olmasını göstərir. Qırmızı işıq da elə belə seçilib, qırmızı rəng gücün rəmzi kimi seçilib. Mənim arxamda Nərgiz Əsgərovanın işini görə bilərsiniz. Nano video art əsəridir, Yatmış əjdaha adlanır. Burada nano artist mikroskopla palçıq vulkanlarında olan zərrəcikləri çəkib. Bununla da kainatda olan hər zərrəciyin də bir kainat olduğunu göstərir. Həmçinin bu zalda Leyla Quliyevanın Mən adlı video art əsəri təqdim olunub. Bu video mənə olan çətin yolu özündə əks etdirir. Burada isə biz Emin Mattersin əsərini görürük. Bu Nova 3 adlı ulduzun işığının hekayəsidir. Bu güşədə bir hekayə danışılır və ulduz və o ulduzun ətrafında yaranan həyat haqqında və burada bir işığın 9 spektrından istifadə olunub, ultrafiolet işığına qədər. Növbəti zalda isə Aytən Abdullayevanın Ədəbiyyat adlı əsəri təqdim olunub. Bu, sufilikdə olan insanın nəfsinin 4 mərhələdə olan təkamülünü əks etdirir. Növbəti zalda isə Ramil Məmmədlinin 2 əsəri təqdim olunub. Biri digital əsər, Mənim yox olduğum sükut adlı əsərdir. Digəri isə Məndə adlı heykəldir. Özündə Nəsiminin fəlsəfəsini əks etdirən daha bir əsər var bu sərgidə. O da Elada Ağayevanın animasiya seriyasıdır. Əks Səda adlı animasiyalar. Mərkəzə qayıdış. Jalə Əzizin Mərkəzə qayıdış adlı çox maraqlı texnikada olan işi də təqdim olunub.
İndi isə məni Zərifə Ramazanovanın Vox Interna adlı əsərinin içində görə bilərsiniz. Burada da Nəsiminin məşhur sözlərinə istinad olunur. Həmçinin sərgidə Hüseyn Cəlilin bir sıra əsərləri təqdim olunub. Bu işlər kimyəvi reaksiya nəticəsində alınıb və adı da Scripta Genesis'dir. Sərginin açılış günü daha bir performans nümayiş olunmuşdu. Sözün soyundurulması adlı Lena Seyidəlizadə müəllif olduğu canlı performans. O da özündə Nəsiminin həyatını və fəlsəfəsini əks etdirir. Cavid Həsənlinin Oyan adlı rəsm əsəri də bu sərgidə yer alıb. Eşqinur sərgisində həmçinin foto əsərlər də təqdim olunub. Onlardan biri Fidan Əbilovanın Təslimiyyət adlı 2 seriyadan olan fotolardır. Hansı ki, təslimiyyət ağrı ilə, əzabla, çətinliklərlə mübarizəni yox, təslim olmanı əks etdirir. Digər fotoseriya isə Fidan Nazim qızının ağ-qara işləridir. Düşüncələrin əksi adlanır. Sərgidə yer alan əsərlərdən biri də Aygun Baxşının animasiyasıdır. Məndən uzaq, özümə yaxın adlı animasiya. Zalların birində Fidan Hümbətlinin instalyasiyası yer alıb, Yolda adlanır. Bu instalyasiyanın əsasında Nəsiminin Kəpənək adlı şeiri dayanır. Kəpənək şeirdə əslində çobanların geyimi idi və həmçinin Nəsiminin fəlsəfəsində kəpənək insanın ruhunu əks etdirir. Burada da biz çoxlu sayda kəpənəklər görə bilərik və arxamda olan pərdə əslində Nəsiminin adını göstərir. Səhər meyhi kimi də tərcümə oluna bilər. Belə çox maraqlı bir iş alınıb. Arxa fonda isə rəssamın özünün səsləndirilməsində həmin şeiri eşidə bilərsiniz. Zalların birində isə Aylin Ələkbərlinin Dili necə məhv etmək olar adlı video işi təqdim olunub. Sərgidə təqdim olunan sonuncu iş isə Dərya Səfərovanın Transformasiya adlı video artıdır. Sərgi Şirvanşahlar Sarayı kompleksində açılıb və oktyabrın 25-nə kimi davam edəcək.